Salam hörmətli müəllimlər. Bildiyiniz kimi MİQ çərçivə sənədi yenilənib və yenilənmiş çərçivə sənədinə əsasən tayin metodika test bankı işıq üzü görüb. Test bankımızda mövzu testləri ilə bərabər fəsil sınaqları, eləcə də qəbul tipli ümumi sınaqlar öz əksini tapıb. Bugün mən sizə test bankımızda səhifə 130-da 10-cu testin izahını verəcəm. Bu test 2-ci fəslə aiddir. Müəllimin fəaliyyəti və onun mümkün nəticələri ilə bağlı uyğunluğu müəyyən edin. 3 fəaliyyət verilib və onların mümkün nəticələri qeyd edilib. Biz burada uyğunluğu müəyyən etməliyik. Birinci fəaliyyətə baxırıq. Müəllim tapşırığın icrası zamanı bütün şagirdlər üçün eyni strategiyadan istifadə etməyi tövsiyə edir və fərqli yanaşmalara ehtiyac olmadığını bildirir. Bu fəaliyyətin mümkün nəticəsi B variantı olacaq. Çünki bu fəaliyyət şagirdlərin fərdi öyrənmə ehtiyaclarını nəzərə alınmamasına, potensiallarının reallaşmamasına səbəb ola bilər. Bəli, biz bilirik ki, hər bir şagirdin öyrənmə ehtiyacı fərqlidir. Məqsədə çatmaq üçün fərqli yollardan istifadə etmək lazımdır. Biz eyni yolu tövsiyə etdiyimiz təqdirdə diferensial yanaşmadıqda, bu zaman şagirdlərin hər birinin prosesdə iştirakı zəifləyə bilər. Ona görə də cavab B bəndi olacaq, birinci fəaliyyətin nəticəsi. İkinciyə baxırıq. Dərs zamanı müəllim verilən suallara yalnız qısa və konkret cavablar qəbul edir. Cavabların əsaslandırılmasına vaxt ayırmır. Bu fəaliyyətin mümkün nəticəsi o olacaq ki, şagirdlərin tənqidi düşünmə və arqumentləşdirmə bacarıqlarının inkişafını məhdudlaşdıra bilər. Bəli, çünki şagirdlər fikir ifadə etdikdə, biz onlara fikirlərini əsaslandırmağa şərait yaratdıqda, sübutlar, dəlillər vasitəsilə fikir bildirmələrinə şərait yaratdıqda, bu onların tənqidi təfəkkürlərinin də inkişafına şərait yaratmış olur. Ona görə də burada A olacaq ikinci fəaliyyətin mümkün nəticəsi. Üçüncü fəaliyyətə baxaq. Qrup işi zamanı müəllim şagirdlərin qarşılaşdığı çətinliklərə müdaxilə etməmək üçün prosesi tamamilə onların öhdəsinə buraxır. Bu fəaliyyətin mümkün nəticəsi C variantında öz əksini tapıb. Bu münasibət şagirdlərdə çaşqınlıq yarada, dəstək mexanizmlərinin zəifləməsinə gətirib çıxarda bilər. Bəli, biz bilirik ki, müəllim fasilitator olmalıdır. Qrup işi versə də prosesi izləməli, monitorinq etməli, çətinliklə qarşılaşanda şagirdlərə dəstək göstərməlidir. Yəni, əməkdaşlıq əsaslı öyrənmədə vacib nüanslardan biri də odur ki, şagirdlərin birgə fəaliyyətə sövq edən istiqamətlərin verilməsi. Əgər şagird çətinliklə rastlaşırsa, müəllim onlara istiqamət verməlidir. Tamamilə onlara müdaxilə etməməsi bu pedaqoji baxımdan doğru hesab edilmir. Və cavabımız çıxdı ortaya. Cavabımız olacaq B variantı. Növbəti test izahlarında görüşmək üzrə.